Gününüz aydın olsun millət. Hər kəsin həyatında bir özəl günlər olur təbii ki. Hərə bir cürə qarşılayır. Məsələn, ad günləridir, şad günlərdir, hansısa bir xeyir işlərdir. Məsələn, bu günləri ya hədiyyə ilə və yaxud da digər, təbii ki, mən də hədiyyələrlə əzizlərimi, yəni ki, həmin günü qarşılayıram. Və yaxud da dünyasını dəyişən əzizlərinə xatir hərə bir əməl iş görür. Biri ehsan verir, biri yaxşı bir əməl edir, o əzizlərinə xatir və bununla da təskinlik tapır. Ancaq mənim bir təbiətimdə deyəyim, nə bilim, mənim planlarımda ağac əkmək kimi bir aksiya var. Hansı ki, özəl günlərdə. Özəl günlər nədir? Evladımın ad günündə hər il yaşı qədər ağac əkirəm. Məsəl üçün, Allah ölənlərinizə rəhmət eləsin, anamın anadan olduğu günü və onun dünyasını dəyişən günü mən ağac əkirəm. Hətta mən anamın vəfatından sonra bir hardasa deyək ki, bir sotun içində, bir köhnə iş yerində, bu Abşeron Gənclər şəhərciyində yaşayanlar bilir, bir boş bir yer var idi, boş ərazi var idi. Oranın daşını təmizlədim, torpağını təmizlədim və başladım orada bir bağ salmağa, anama xatir. Yəni, bunu mən davam edirəm neçə illərdir. Bugünkü gündə mən Kristal Abşeronda yaşayıram və Kristal Abşeronda mən deyərdim 50, siz deyin 100. Yəni, ağaçlar əkmişəm və həmən o özəl günlərdə. Özəl günlərində, məsəl üçün, biri Aşura günüdür, şəhidlərimizin anım günüdür və dünən mən 27 sentyabrı öz evladımı yanıma saldım, getdim, ağac aldım və şəhidlərimizə xatir ağaclar əkdim. Bununla mən təskinlik tapıram, bununla mən rahatlıq tapıram. İnsan var, əzizlərini itirəndə təbii ki, şəhidlər hamısı hamımızın əzizləridir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin və mən sizə, əziz xalqım, səslənirəm. Yəni, belə özəl günlərdə çalışın, ağac kimi bir ehsanlar eləyin. Hansı ki, həmin o ağac ehsanı həm təbiətimizi gözəlləşdirir, həm insanların oksigen zənginliyi olur və oradan bütün canlılar qidalanır. Bunun kölgəsindən, bunun həşəratları, nə bilim quşlar, hər bir şey, ağacın savabı, ağacın gözəlliyi təbii ki, hamıya bəllidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah bu elədiyim ehsanı, sizlərin şəhidlər xatirinə elədiyi ehsanları qəbul eləsin. Və buyurub baxa bilərsiniz və bir şey də xatırladım ki, orada ki, o Fərid Məmmədov, indi görəcəksiniz, o mənim bir yerdə, bir məhəllədə böyüdüyümüz məhəllə uşağım olub. O çox gözəl bir ailədə böyüyüb və gözəl bir evlad idi. Düzdür, yaşca məndən kiçik idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah şəhid ailələrinə, şəhid balalarına səbir versin. Dünyamızı qorusun, bəşəriyyətimizi qorusun. Allah Azərbaycanı, xalqımızı, dövlətimizi qorusun. Bir də bizə belə bir ağır günlər nəsib eləməsin inşallah. Var olması da zəfər. Karabağımda düşmen at oynadı araz boyunca. Kalbim kan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vatan oğlum. Kalbim kan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vatan oğlum. Şuşa yaylağını siz duman aldın. Kar bülbülünün gözleri doldu. Topxana meşesi saçını yoldu. Gel boyuna kurban ay vatan oğlum.